Şagirdlər və valideynlər, hər birinizə xoş gördük kanalımda. Bugün yenə 4-cü sinif Körpü Nəşriyyatının Riyaziyyat kitabının 2-ci hissəsindəki test və tapşırıqları sizinlə birlikdə həll etməyə davam edəcəyik. Artıq səhifə 64-dəyik və artıq bu kitabın sonuna gəldik, çatdıq. Bugün son tapşırıqlarımızı həll edib kitabı bitirəcəyik. 4-cü sinif üzrə ümumiləşdirici tapşırıqlar həll edəcəyik. Variant A-dakı suallar ilə başlayırıq. Birdə deyir ki, qalıqsız bölmə əməlində bölünən ilə bölənin cəmi 81, qismət isə 8-dir. Böləni 3 vahid azaltdıqda qismət necə dəyişər? Bilirik ki, bölünən böləndən qismət qədər çox olur. Yəni, bölünəni bölənə bölüb 8 olubsa, deməli böləndən 8 dəfə çoxdur. Bölən x-dırsa, bölünən 8x-dir. Və deyir, bunların cəmi 81-dir. İndi bunları tapaq. 9x bərabərdir 81-ə, x bərabərdir 9-a. Yəni, bölən bərabərdir 9-a. Cəmləri 81-dirsə, 81-dən də 9-u çıxıb. Bölünəni tapırıq 72. Yəni, əməlimiz 72 böl 9 bərabərdir 8-dir. İndi deyir ki, burada böləni 3 vahid azaltdıqda bölənimiz 9-dur. Bunu 3 vahid azaldanda 6 olur. İndi 72-ni bölməliyik 6-ya. Bu da eləyir 12. Deməli, qismət 8 idi, oldu 12. 4 vahid artdı. D variantı. Aşağıdakı kvadratın perimetri ilə düzbucaqlığın perimetri bir-birinə bərabərdir. Düzbucaqlığın eni neçə santimetr olar? Biz əvvəlcə kvadratın perimetrini tapa bilərik. Kvadratın perimetrini tapmaq üçün tərəfi 4-ə vuruq. Tərəfi görürük 8-dir. 8-i 4-ə vuranda eləyir 32. Və deyir, perimetrləri bərabərdir. Yəni, düzbucaqlığın da perimetri 32-dir. Düzbucaqlığın perimetrini və bir tərəfini veribsə, digər tərəfini tapmaq üçün əvvəlcə perimetri 2 yerə bölürük. Bu eləyir n-lə uzunluğun cəmi. N-lə uzunluğun cəmi 16-dırsa, uzunluq 12-dirsə, 16-dan da 12-ni çıxaraq taparıq ki, n-də 4-dür. B variantı. Aşağıdakı bərabərsizliyin doğru olması üçün yerinə neçə fərqli rəqəm yazmaq olar? Eyni rəqəmi deyir, ifadə edir. Bu, bundan kiçik olmalıdır. Burada 4 varsa, başqa rəng seçək ki, görünsün. 4 varsa, 4-dən başlasaq görək alınır. Burada 4 yazsaq, burada 4 yazsaq, burada 4 yazsaq. 74.423 kiçikdir 74.442-dən, o da kiçikdir 74.474-dən. Bəli, 4 yaza bildik və 4-dən kiçik ədədləri hamısını yaza bilərik. 3, 2, 1. 4, 3, 2, 1. Və bunların sayını soruşur. 4 dənə D variantı. İfadəsində çıxma və bölmə əməllərinin yerləri dəyişdirilərsə, nəticə necə dəyişər? Əvvəlcə nəticəni tapaq. 12-ni 3-ə bölürük 4, 36-dan 4 çıxırıq 32. İndi burada çıxma olsa, 12-dən 3 çıxsaq 9, burada da bölmə olsa, 36-nı 9-a bölsək 4. Necə dəyişdi? 32 idi, 4 oldu. 32-dən 4 çıxırıq. 28 vahid azalar deməli. C variantı. Əməlini yerinə yetirərkən çiçək və günəş aşağıdakı üsuldan istifadə edirlər. Çiçək hərəkət edir, əvvəlcə yüzlüklərə qədər yuvarlaqlaşdırır və daha sonra çıxma əməlini yerinə yetirir. Günəş hərəkət edir, əvvəlcə onluqlara qədər yuvarlaqlaşdırır və daha sonra çıxma əməlini yerinə yetirir. Buna görə çiçəyin tapdığı ədədlə günəşin tapdığı ədəd arasındakı fərq neçə olar? Əvvəlcə çiçək kimi hesablayaq, yüzlüklərə qədər yuvarlaqlaşdırır deyir. 767-ni yuvarlaqlaşdırsaq olur 800, 634-ü yuvarlaqlaşdırsaq olur 600 və bunları çıxırıq eləyir 200. İndi günəşi tapaq. Günəş onluqlara qədər yuvarlaqlaşdırır. Birinci ədədi yuvarlaqlaşdırsaq eləyir 770. İkinci ədədi yuvarlaqlaşdırsaq olur 630 və bunları çıxaq eləyir 140. Və fərqi tapaq. Biri 200 alıb, biri 140 alıb. Deməli, fərq oldu 60. B variantı. 3A üstəgə 20 dərəcəli bucağın kör bucaq olması üçün A-nın ala biləcəyi ən böyük natural qiymət neçə olar?
Kör bucağın ala biləcəyi ən böyük qiyməti deyirik. Əvvəlcə 179-dur bilirik ki. Çünki artıq 180 olanda açıq bucaq olur. Və bunun cəmi 179 olmalısa, əvvəlcə 20-ni çıxırıq bundan. Bu edir 159. 3A 159 almalısa, A-nı tapmaq üçün 159-u 3-ə bölürük. Bu da edir 53 C variantı. Eldar özündəki 72 kitabın 4də 3-ünü Kənana verdi. Onun Kənana verdiyi kitabların sayı Kənanda əvvəlcə olan kitabların 3də 2-si qədərdir. Kənanda əvvəlcə neçə kitab var idi? 72-nin 4də 3-ünü tapırıq. 4də 3-ünü veribdir. Kənana 4-ə bölüb 3-ə vururuq. 4-ə böləndə 18, 3-ə vuraq 54. Deməli 54 kitab verib. Və deyir bu Kənanda olan əvvəlcə olan kitabların 3də 2-si qədərdir. Hansı ədədin 3də 2-si 54-dür tapmaq üçün 54-ü 2-yə bölüb 3-ə vururuq. 2-yə böləndə 27, 3-ə vuranda 51. Yox, 81. Deməli D variantı. Aşağıdakı fiqur bir bərabər tərəfli 3 bucaq və 2 kvadratdan əmələ gəlmişdir. Kvadratın bir tərəfinin uzunluğu 9 cm olarsa, fiqurun perimetri neçə santimetr olar? Bir tərəf 9-dursa, baxırıq neçə tərəf var. Ancaq kənarlara baxırıq. 1, 2, 3, 4, 5, 6, 7 dənə tərəf var. Hər biri 9-dur. 7-ni 9-a vuruq. 63 B variantı. Aşağıdakı şəkildə rəngli hissəyə uyğun kəsir hansıdır? Aha. Deməli, baxırıq ki, 4 tam rənglənib, digəri 4 hissəyə bölünüb və biri rənglənib. Olur 4 tam 4də 1 B variantı. Aşağıdakı şəkildə verilənlərə görə rəngli hissənin sahəsi neçə kvadrat metrdir? Deməli, əvvəlcə tam fiqurun sahəsini taparıq. 12-ni 8-ə vurarıq. Bu eləyər 96. Sonra deməli rəngsiz hissənin sahəsini taparıq. Buradan bura 8-dir və göstərir buradan bura 2-dir, buradan bura 2-dir. Bu ikisi birlikdə 4-dür. Yəni 8-dən 4-ü çıxırıq. Buranı tapırıq ki 4-dür. Vurulsun. İndi bu uzunluğunu tapmaq üçün göstərir buradan bura 2-dir, buradan bura 2-dir. Yenə 4-ü çıxarıq uzunluqdan. Yəni 12-dən də 4-ünü çıxırıq 8. 4-ü də 8-ə vururuq 32. Yəni rəngsiz hissə 32-dir. İndi bütün fiqurun sahəsindən rəngsizi çıxsa qalacaq rəngli hissə. Bu da eləyir 64 C variantı. Keçirik səhifə 65-ə, variant B-yə. Düzbucaqlı şəklində olan bostanın uzunluğu 64 metr, eni isə bunun 4də 3 hissəsi qədərdir. Bostanın 12də 7 hissəsində yemiş əkilib, nə qədər hissə sahədə yemiş əkilib. Əvvəlcə biz enin tapaq. Uzunluğu 64-dür, eni bunun 4də 3-ü qədərdirsə, 4-ə bölüb 3-ə vururuq. 4-ə böləndə 16, 3-ə vuranda 48. Bu enidir. İndi biz sahəsini tapmalıyıq. Çünki nə qədər sahədədir, yemiş əkilibdir. Əvvəlcə sahəsini tapıb, sonra 12-də 7 hissəsini tapacaq. Bunun üçün 64-ü 48-ə vururuq. Deməli, 8-i 4-ə vuranda 32, 3 yadda. 6-ya vuranda 48, 3 yadda 51. 4-ü 4-ə 16, 1 yadda. 4-ü 6-ya 24, bir də yadda 25. Bunu toplayaq. 3072 və bunun deyir 12-də 7 hissəsində yemiş əkilib. Bunun 12-də 7 hissəsini tapmaq üçün 3072-ni əvvəlcə 12-yə bölürük. 2 dəfə düşür 24, çıxırıq 6, 67-ni bölürük. 5 dəfə düşür 60, 72-ni bölürük 6 dəfə düşür. 256 elir böləndə. İndi bunu da bölürük, bunu da vururuq 7-yə. 6-nı 7-yə 42, 4 yadda. 5-ə vuranda 35, 4 yadda 39, 3 yadda. 2-yə vuranda 14, 3 də yadda 17. 1792 kvadrat metr B variantı. Otağın döşəməsində hər tərəfdən yarım metr aralı olmaqla uzunluğu 5 metr, eni 4 metr olan xalça sərilmişdir. Otağın perimetri nə qədərdir? Hər tərəfdən yarım metr aralıdır. Yəni bu şəkildəki kimidir də. Yəni biz bu rəngsiz sahəni
Xalça kimi təsəvvür etsək, deyir hər tərəfdən yarım metr aralıdır. Burada 2 metr yazılıb, biz yarım metr hesablayacağıq. 2 dənə yarım metr olur 1 metr. Yəni uzunluqdan da 1 metr çıxacaq, enindən də 1 metr, daha doğrusu üstünə gələcək. Deməli, uzunluq 5-dirsə üstünə 1 gəlirik 6, eni 4-dirsə üstünə 1 gəlirik 5. İndi perimetrini soruşursa, bunları toplayıb 2-yə vururuq. Bu da eləyir 22. A variantı. Eyni cür parçadan bir topda 30 metr, ikinci topda 20 metr parça var. İki topun birlikdə qiyməti 900 manat olarsa, ikinci topun qiyməti neçə manatdır? Deməli, ikisi birlikdə 50 metrdir və bunlar birlikdə 900 manatdır. 900-ü 50-yə bölüb 1 metrin qiymətini tapacaq. 90 içində 50 bir dəfədir, çıxırıq, 40 qalır. 0 gətirir, 400-ün içində 8 dəfədir. Deməli, 1 metr 18 manatdır. Bizdən ikinci topu soruşur. İkinci topda 20 metr varsa, 18-i də 20-yə vurub tapırıq. Bu da eləyir 360. D variantı. Kvadratın perimetri 240 santimetrdir. Sahəsi bu kvadratın sahəsinə bərabər olan düzbucaqlının eni 40 santimetrdir. Düzbucaqlının uzunluğunu tapın. Əvvəlcə biz kvadratın tərəfini taparıq. Perimetri 240-dırsa 240-ı bölürük 4-ə, tərəfini tapırıq 60. İndi sahəsini taparıq, çünki bizə sahəsi lazımdır. Tərəfi 60-dırsa 60-ı 60-a vurub sahəsini tapırıq ki 3600-dür. İndi düzbucaqlının uzunluğunu tapa bilərik. Demişdik ki, sahəsi kvadratın sahəsinə bərabərdir. Yəni, bunun da sahəsi 3600-dür və eni 40-dırsa, sahəni enə bölüb uzunluğunu tapacaq. Sıfırları çıxırıq, 360-ı bölürük 4-ə. Bu deyilir 90, D variantı. Layihəyə görə yeni tikiləcək 30 mərtəbəli binanın 3-cü mərtəbəsindən 25-ci mərtəbəsinə qədər hər mərtəbəsində eyni formalı 75 pəncərə qoyulması nəzərdə tutulur. Binanın bu mərtəbələri üçün cəmi neçə sifariş edilməlidir? Deməli, biz 25-dən 3-ü çıxarıq. Bu eləyir 22. Sonra isə üzərinə 1 gəlirik. Yəni, 2 ədədinin arasında neçə dənə ədəd var tapmaq üçün o ədədləri çıxıb üzərinə hər zaman 1 gəlirik. Bunun yolu budur. Yəni, 3-cü mərtəbədən 25-ci mərtəbəyə 23 mərtəbə var və hər birinə də 75 pəncərə qoyulubsa, biz 23-ü 75-ə vuracaq. 15 bir yadda, 11 yadda, 11, 7-ni 3-ə 21, 2 yadda, 2-yə 14, 2 yadda 16 toplayaq. 1725 C variantı. Məktəbdə keçirilən yaradıcılıq sərgisinə 15 şagirdin hər biri 12 rəsm, 13 şagirdin hər biri 10 rəsm, şagirdlərdən biri isə 15 rəsm təqdim etdi. Əsərlər hər birində bərabər sayda olmaqla 5 cərgədə asıldı. Hər cərgədə neçə rəsm oldu? Tapmaq üçün biz bunları vurmalıyıq. Rəsmlərin sayını tapmalıyıq əvvəlcə. 15-i 12-yə vuraq. 15 şagird hər biri deyir 12 rəsm. Vuraq. 2, bir də yadda 3, 15, 180. Sonra 13 şagird 10 rəsm 130 edir. Şagirdlərdən biri də 15 rəsm. 130, birincisi 180 tapdıq. Üstünə də bu 15-i də gəlirik. Təkliklər eləyir 5. Onluqları toplayaq. 11, burada 1, 12, 2 yazırıq. 1 yadda, yüzlüklər 2, bir də yadda 3. 325. İndi deyir 5 cərgədə asıldı. Bizdən neçə cərgə rəsm, yəni cərgəni soruşur. Ona görə 325-i də bölürük 5-ə. Bu deyilir 65. A variantı. A, B şəhərləri arasındakı məsafə 500 kilometrdən n dəfə azdır. Bu məsafəni gündə 4 dəfə qət edən avtomobil cəmi neçə kilometr yol gedər? Şərtə uyğun hansı bəndə düzgün verilib? 500 kilometrdən n dəfə azdırsa, yəni yolumuz 500 bölünsün n-dir. Və bunu deyir, gündə 4 dəfə qət edir. Bunu da 4-ə vururuq. Mötər səssiz də yaza bilərik, çünki ancaq bölmə vurmadır. Ona görə burada D variantını seçə bilərik.
3 kiloqram təzə meyvədən 1 kiloqram yarım quru meyvə alınır. 129 kiloqram təzə meyvədən neçə kiloqram quru meyvə alınır? Biz baxırıq ki, 129 3-dən neçə dəfə çoxdur? 129-u 3-ə bölürük. Bu eləyir 43. Deməli, quru meyvə də 1 kiloqram yarımdan 43 dəfə çox olacaq. 1 kiloqram yarımı qrama çevirək ki, vura bilək. 1500 eləyir. 15 yazaq. 2-dən 0-ı cavaba əlavə eləyərik. Deməli, 15, 45. 4-ü vuranda 26. Toplayaq 645. 2 dənə sıfırımız vardı. Ondan yanına gətiririk. 64 kiloqram 500 qram. Yəni B variantı. Azarkeş klubunun üzvləri 275 köynək alındı. Mağaza hər gün 5 köynək alan müştəriyə ümumi məbləğdə 10 manat güzəşt etdi. Əgər bir köynək 26 manat olarsa, bu köynəklər üçün neçə manat pulu ödənməlidir? Deməli, əvvəlcə 275 köynək üçün əgər 26 manatdan alsa nə qədər pul edir, onu tapaq. Sonra endirimi çıxarıq. Deməli, 33 yadda, 42 yadda, 45, 4 yadda, 12, 4 yadda, 16. 2-yə vuraq 10, 15, 5, toplayaq. 11, 6, 7. 7150 manat ödənməlidir, əgər endirim olmasaydı. Amma bizə deyir, hər 5 köynək alanda 10 manat güzəşt edilir. 275-in içində neçə dənə 5 var? 275-i 5-ə böləndə 55. 55 dəfə 10 manat güzəşt edilib. 55-i 10-a vurub. Tapırıq ki, deməli, ümumi 550 manat endirim olunubdur. Deməli, bundan da biz 550-ni çıxırıq. Tapırıq ki, nə qədər pul verməlidir. Eləyir 6600. B variantı. Leyla Azərbaycanın səfalı rayonlarından biri olan Şəkiyə 6 saata maşınla getdim. İlk gün orada istirahət etdikdən sonra geriyə avtobusla qayıtdım. Avtobus 80 km/saat sürətlə hərəkət edərək 9 saata mənzil başına çatdım. Şəkiyə gedərkən Leylanın getdiyi maşının sürəti nə qədər olmuşdu? Deməli, biz yolun uzunluğunu tapmaq üçün avtobusun sürətini vurarıq getdiyi yola, yəni 9-a. Bu eləyir 720. Gedərkən isə bu yola, yəni 720 km 6 saata gedibsə 6-ya bölərək sürətini tapacaq. Bu da eləyir 120. C variantı. Keçirik son səhifəmizə, variant C-yə. Tənliyi həll edin və C-ni tapın. Tənliyi həll etmək üçün bu hissəni əvvəlcə bölməliyik, tapmalıyıq. 25-i 39-a bölmək olmur. 257-ci də 39 7 dəfə çox olar. 6 dəfə yazsaq, baxaq görək. 54 5 yadda, 18 5 yadda, 23. Çıxaq 3 2. 4-ü də yanına gətiririk. 34-ü bölündə yenə 6 eləyir. Çünki görürük ki, 6-ya vuranda 234 edir. Yəni, S-i 33-ə vuranda 66 eləməlidirsə, tapmaq üçün 66-nı da bölürük 33-ə, S eləyir 2. B variantı. Bir kubun kütləsinin 2 kiloqram olduğunu bilərək təsvirdəki fiqurun kütləsini tapın. Baxırıq, burada 3 kub hündürlüyündədir. Bunlar 2 kub hündürlüyündədir. 4 dənə 2 kub hündürlüyündə var. 4-ü 2-yə vuruq 8, üzərinə 3-ü gəlirik 11. Bunlar da təkdir, 2 dənə. 11-in üstünə 2 eləyir 13. 13-ü də 2-yə vuruq. Hər biri 2 kiloqramda olur 26. B variantı. Ardıcıllığın növbəti 2 həddinin cəmini tapın. Baxaq görək burada nə ardıcıllıq var. 1,19, 1,41, 1,63. Deməli, neçə gəlib üstünə? 11-dən 9 çıxanda 2, 3-dən də 1 çıxanda 2. 0-dan %22 gəlib. Burada da həmçinin 0-dan %22 gəlib. Deməli, biz də 0-dan %22 gələcək. 1,63-ün üzərinə eləyəcək. 1,85. Bunun da üzərinə 0-dan %22 gələcək. Bunun üzərinə gələndə artıq fərqli olacaq. Deməli, 5 ilə 2-ni toplayırıq 7, 8 ilə 2-ni toplayacaq 10. 0 yazacaq 1 yadda, ona görə 1 tam yox, 2 tam olacaq. Və bunların cəmini istəyir.
Növbəti 2 həddi 2,7 ilə 1,85-dir. Bunların cəmini tapmalıyıq. 2, 9, 3. 3,92 A variantı. Sabah sentyabrın 15-i cümə günüdür. Sentyabrın 28-i hansı günə təsadüf edəcək? 28-dən 15-i çıxırıq. Görək neçə gün qalıb? 13 gün qalıb. 13 gün, yəni 14 gün olsaydı biz bilirik ki, 2 həftə tamam olardı. Yenə cümə günü olardı, amma 2 həftə tamam olması üçün bir gün çatmır. Deməli, cümə günündən bir gün əvvəlki gün olacaq, yəni cümə axşamı. Yəni 13-ü 7-yə bölürük. Elir 1 qalıqda 6. Yəni bir həftə tamam olur, sonra da 6 gün irəli gedirik. Cümə günündən yenə cümə axşamına çatırıq. Olarsa boşluğa hansı ədəd yazıla bilər? 7,13-dən böyük, 7,68-dən kiçik. 10 yaza bilmərik, 7,10 bundan böyük deyil. 68 yaza bilmərik, buna bərabər olacaq. 85 yaza bilmərik, bundan böyük olacaq. 49 yaza bilərik, bundan böyükdür, bundan da kiçikdir. Meyvə tədarükü məntəqəsində hər birində eyni miqdarda olmaqla 233 yeşik ərik və 242 yeşik gavalı qurutulmaq üçün ayrıldı. Gavalı ərikdən 108 kiloqram çox idi. Qurutmaq üçün hər meyvədən neçə kiloqram ayrıldı? Deməli, yeşiklər, gavalının yeşiyi əriyin yeşiyindən nə qədər çoxdur? Əvvəlcə onu çıxıb taparıq. 242-dən 233-ü çıxırıq. Bu eləyir 9 yeşik. Və deyir, gavalı ərikdən 108 kiloqram çoxdur. Yəni bu 9 yeşikdə artıq olan 9 yeşikdə deməli 108 kiloqram gavalı var. Bir yeşik tapmaq üçün 108-i bölürük 9-a. Bu eləyir 1, 2, 12 kiloqram. İndi nə soruşur? Qurutmaq üçün hər meyvədən neçə kiloqram ayrıldı? Hər birini 12-yə vurmalıyıq. Çünki hər yeşikdə 12 kiloqramdır. Deməli, əriyi tapmaq üçün 233-ü 12-yə vururuq. 6, 6, 4, 1-ə vuranda 233, toplayanda 6, 9, 7, 2. Bu oldu 2756. Niyə yoxdur? Bəs 2796-ya daha doğrusu elə yazmışam, görə bilmədim. İndi isə gavalını tapmaq üçün 242-ni vururuq 12-yə. 4, 8, 4, 242. Toplayaq. 4, 19, 2, 2904. Yəni C variantındakı ədədləri tapdıq. Keçirik 7-ci məsələyə. Ümumxalq şənliyi üçün hazırlanan torta 246 yumurta işləndi. Tortun hər qatına özündən əvvəlki qatdan 3 yumurta az işləndi. 3 qat olan bu tortun ən alt qatına neçə yumurta işlənibdir? Deməli, ən alt qata x qoyacaq. Çünki hər qata özündən əvvəlkindən 20 yumurta az işlənibdir deyir. Əslində düzgün verməyib. Ən alt qat görürük ki, daha böyükdür. Daha böyükdürsə daha çox olmalıdır. Amma bizə deyir ki, hər qata, məsələn 3-cü qata özündən əvvəlkindən 20 yumurta az işlənibdir. Ona görə biz ən alt qatı x götürürük. Üstə gəl. Digərini x çıx 20 götürürük. Digərini də x çıx 40 götürürük. Hər biri 20-20 azalır. Və bunun cəmi 246-dır. X-ları toplasaq 3x bərabərdir. 246 üstə 20 ilə 40-ı gəlirik. Bu da eləyir 306. X-i tapmaq üçün 306-nı bölürük 3-ə. Bu eləyir 102. Biz elə ən alt qatı tapdıq. Oldu 102. B variantı. Düz idi. Mən çaşmışam. Deməli, burada daha çoxdur. Getdikcə böyüyür və özündən əvvəlkindən 20 yumurta az işlənir. Düzdür də, düzdür yox. Yəni, ən çox ən alt qatda olur. Bizə tapdıq ki, bu 102 yumurtadır. Teatrda tamaşaçılarda 457 nəfər qadın və uşaqdır. Qadınların sayını 2 dəfə artırıb alınan ədədə 10 əlavə etsən, uşaqlarının sayını taparsan. Teatrda neçə uşaq var? Yəni, uşaqlar x-dırsa,
Qadınlar bunu 2 dəfə artırırsan, yəni 2x olur və üzərinə də 10 gəlirsən. Bu da qadınların sayıdır. Və bunların cəmi 457-dir. Tənlik kimi yazırıq uşaqların sayı x üstəgəl qadınların sayı 2x üstəgəl 10 bərabərdir 457. 3x x-dən 2x toplayanda 3x 457-dən 10-u çıxırıq 447. X-i tapmaq üçün 447-ni 3-ə bölürük. 1, 4, 900. Qadınların sayı x-dir. Çünki deyir, qadınların sayını 2 dəfə artırıb alınan ədədə 10 əlavə etsən, uşaqların sayını taparsan. Deməli, uşaqlar daha çoxdur. X qadındır. Bizdən uşaqları soruşursa, 457-dən də qadınların sayını çıxırıq. 149-u çıxırıq. 17-dən 9, 8, 4-dən 4, 0, 4-dən 1, 3, 308 C variantı. İndi 9-u həll edə bilərik. 19 metrlik ipi 6 hissəyə ayırmaq üçün onu neçə yerdən kəsmək lazımdır? Biz demişik ki, bir dəfə kəsəndə 2 hissə alınır. Yəni, kəsim hissədən bir vahid az olmalıdır. Burada da 6 hissəyə ayırmaq lazımdırsa, deməli 5 dəfə kəssək 6 hissə alınacaq. Fərqi yoxdur neçə metrlik hissə, bu bizə lazım deyil. Ümumiyyətlə, hər hansı ipi 5 hissəyə ayırmaq üçün 6 yerdən kəsmək lazımdır. 5 yerdən 6 hissəyə ayırmaq üçün 5 yerdən kəsmək lazımdır. Və son məsələmiz. Sinifdəki şagirdlərin 6-da 2 hissəsi əlaçıdır. Qalan şagirdlər 4 və 5 qiymətlərlə oxuyurlar. Sinifdə 8 nəfər əlaçı şagird varsa, bu sinifdə neçə şagird 4 və 5 qiymətlərlə oxuyur? Deməli, 8 nəfər sinifdəki şagirdlərin 6-da 2 hissəsini təşkil edirsə, biz tapırıq hansı ədədin 6-da 2 hissəsi 8-dir. Tapmaq üçün 8-i 2-yə bölüb 6-ya vururuq. 4, 4-ü də 6-ya 24. Deməli, 24 şagird var. Və bunlardan da 8-i əlaçıdırsa, əlaçılar çıxıb 4 və 5 alanları tapacaq. Bu deyilir 16 D variantı. Bəli, suallarımız bitdi. Beləliklə bu kitabın da sonuna gəldik, çatdıq. Bütün tapşırıqları həll elədik. Ümidvarım sizlər üçün faydalı oldu. Bundan sonra da kanalda faydalı videolar olacaq. Ona görə yeni videolarda görüşərik. Sağ olun.